Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə son zamanlar dəbdə olan belə böyük konfet görüntülü hədiyyəliyin hazırlanmasını bölüşəcəm. İçərisinə abur-cubur yerləşdirirlər, ona görə mən də bu formanı seçdim. Amma istəsəz başqa hədiyyəliklər, broşkalar qız uşaqları üçün və yaxud da oyuncaqlar da qoymaq olar. Və rəngə uyğun formada hədiyyəlik kağız almağınızı məsləhət bilirəm. Mən bunu adi marketdən aldım. İlk öncə sizə qalın kardon lazım olacaq ki, yığdıqda müəyyən çəkisi olacaq və əyilməsin. Ölçünü uzunluğu 50 sm böyük ölçü götürdüm. Təbii ki, aldığınız şirniyyatların, ərzaqların belə deyək, ölçüsünə görə dəyişir. Təxmini olaraq bilmək istəsəz, ilk öncə adi stolda düzüb ölçünü alın, daha sonra kardonu kəsin. Yəni yanaşı təxmini düzün ki, nə qədər əlinizdə şirniyyat var və ona uyğun kardon kəsin. 50 sm uzunluqlu, 30 sm enində təxmini olaraq 3 kağız kifayət eləyir. İndi isə başlayırıq konfet görüntüsü vermək üçün. Başlıq hissə sanki kağızın büzüşmüş forması olsun. Adi salfet qatlalamış kimi bu kağızı bükürük. Yəni ölçü olaraq mənə biri bəs elədi. Daha doğrusu həm başlıq, həm ayaq hissə üçün. Yəni bir kağızı ortadan böldükdə ölçü mənim üçün kifayətdir. Bu formada büküb yapışdıra da bilərsiniz, steplerlə tikə də bilərsiniz, fərqi yoxdur. Və yan tərəfləri isə mən yenidən kleyləyəcəm. Çünki istəyirəm bir az belə deyək, açılışı daha böyük olsun. Çox büzüşmüş qalmasın. Həm möhkəm olur, yellənmir. Yəni belə deyək, bir dənə orta nöqtədən bərkitsəz konfet başlığı yellənəcək. Hər iki başlığı bu formada yapışdırandan sonra başlayırıq öz zövqünüzə uyğun olaraq düzməyə. Mən ağırları aşağı hissədən düzdüm ki, başlıq hissədə çox olmasın. Nə qədər olmasa ağırlıq verəcək, əldə tutmaq çətin olacaq, ola bilsin əyə bilər. Ona görə yüngüldən ağırlığa doğru düzəcəm. Yenə deyirəm, zövqünüzdən asılıdır. Onu da qeyd eləmək istəyirəm ki, mən kağızı da aldıqlarım abur-cuburların rənginə uyğun seçmişəm. Amma dediyim kimi, siz istəsəz həm eyni rəng tonundan istifadə edə bilərsiniz, yaxud da arxa fonu qızılı rəng seçə bilərsiniz. Yəni abur-cuburları qoyduğunuz kardonun rəngi nəzərdə tuturam və yalnız bağlama hissələri abur-cuburun rənginə uyğunlaşdıra bilərsiniz. Müxtəlif cür dekora eləmək olar əslində. Birbaşa kley vurmağı məsləhət bilmirəm. Təxmini olaraq düzəndən sonra kleyləyin ki, tökülməsinlər. Az kley də yapışdırır və asanlıqla qopur. Yəni elə ayarlayın ki, həm qopsun, rahat qopsun, həm də düşməsin. Sadəcə bərkitmək üçün kiçik bir hissəsinə kley vursanız kifayət eləyir. İşiniz bitdikdən sonra son olaraq bu formada üzərinə şəffaf plyonka keçirdirəm ki, tökülmə ehtimalı olsa belə tökülməsin, həm də əl dəyib toxunulmasın. Düzdür, hamısı paketdədir, amma bəzən açıq qidalarda olur. Yəni üzərindən plyonka ilə bir dəfə də bağlamağın heç bir zərəri yoxdur. Daha sonra çox kiçik bir parçalarım qalıb, ondan da 2 qat konfet bükümü hazırlayacağım. Yəni üst-üstə 2 qat olsa daha gözəl olacaq deyə düşünürəm. Ən sonda isə yenə də rəngimizə uyğun olaraq lent seçdik. Onu da bantik formasında hazırlayıb yapışdırıram. Və bu formada böyük konfetimizi bitirdik. Qızım çox bəyəndi. Ümid edirəm sizlərin də ürəyinizcə olacaq. Hədiyyəlik olaraq çox gözəl hədiyyədir deyə düşünürəm. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.